Bilirsən niyə narahatsan? Maksimalistsən ona görə. Nəyə narahatsan? Niyə ürəyin titrəyir? Ürəyin ona görə titrəyir ki, necəsə efirdə söz söymək artıq rəsmi olaraq cərimədir. Necəsə sənin beynivə yeridiblər ki, hər yarağın, hər yasağın taraz olmalıdır, qaydasında olmalıdır. Bu həyatdır canım gözüm. Özünü öldürsün də. Bunun İngilis dilindən, bəlkə də fransız əsilli mənşəli sözdür, perfeksiyonist. Perfeksiyonizm ziyandır canım gözüm. Biz çalışırıq ki, hər şey ət çəkən maşın yaxşı işləsin, paltar yuyan maşın yaxşı işləsin, maşın perov oylamasın, uşaq dərslərin yaxşı oxusun. Cənnətdə zətdasan be ya. Kim sənə belə bir idealni həyat, idealni mir vəd edib? Kim? Harada? Hansı kitabda? Əgər belə bir şey sənə heç kim vəd eləməyibsə, niyə görə özü üzürsən? Həyatdır bu canım gözüm. Əsas sənə lazım olan yaşamağa, ailənin yaşamağa, özünün mövcud olmağa lazım olan məsələlərə prioritet ver. Adam dilində danışım yaxşı. Sənin üçün vacib olan məsələlərə üstünlük ver. Üzürük də hamımız çayda Allaha doğru. Axırıq Allaha doğru. Və orada ideal görünməyə məncə lüzum yox. Bu qədər özünüzü üzməyin, bilərəkdən düşüncələrinizdə özünüzə məncənə yaratmayın. Necə deyərlər, insan reallıqdan daha çox düşüncələrində əziyyət çəkir. Var olasın.